Mən xəmiri çörək bişirəndə yoğuracağım, amma siz yəni kimdə yoxsa adi qaydada da xəmiri yoğura bilərsiniz. Bunun üçün birinci quru mayanı tökürəm. Sonra unu əlavə eləyirəm. 1 xörək qaşığı şəkər tozu, 2 çay qaşığı duz, 3 xörək qaşığı bitki yağı, 150 qram su və 150 qram südü qızdırıb bir yerdə əlavə eləyirəm. İndi bu qabı yerləşdiririk çörək bişirən maşına ki, xəmirimiz yoğurulsun. Belə qoyduq. İndi proqramı qoyaq. Xəmiri start. 2 saat 20 dəqiqə bizim xəmirimiz yoğurulacaq. Xəmirimiz gəlib. İndi bunu götürək, kündələyək. Kündələdik, belə yumşaq xəmir oldu. Yenə üstünü örtürəm və qoyuram yenə gəlməyə. Xəmirimiz ikinci dəfə gəldi. İndi onun havasını buraxıram. Beləcə havasını buraxıram xəmirin. Və başlayıram piraşkilərimizi düzəltməyə. Əvvəl balaca kündələr eləyəcəm. Piraşkilərimiz biraz da gəldi, dincəldilər. Şimdi üstünə yumurtanın sarısı ilə sütü qarışdırmışam. Onu çəkirəm və qoyacağım duxovkaya bişməyə. O ikinci list piraşkilərimiz də qaldı, dincəldi xəmir, şişdi. İndi üstünü yumurtalayıb və qoyuruq sobaya. Piraşkilərimiz qızarıb, toppuş olub.